Hünər İnşaat firması Zəngilan rayonu Cahangirбəyli kəndində inşaat işləri görən fəhlələrin ödənişlərini vermir. Bir xəbər media xəbər verir ki, bu barədə sosial platformada işçilər çıxış ediblər ilə bu səbəbdən də fəhlələr yolu bağlamağa qərar veriblər. Xatırladaq ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa tikinti və idarəetmə xidməti Zəngilan rayonu Cahangirбəyli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı və 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi tenderinin icrası Hünər İnşaat firması tərəfindən həyata keçirilir. Şirkətin qanuni təmsilçisi isə Yunis Nəbiyev Nəboğludur. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Cəmaatın pulunu vermirlər. Cəmaatın pulunu vermirlər. Cəmaat yığışıb yollara. Yol kəsmişik ki, pulumuzu alaq. Heç kimin pulunu vermirlər. Cəmaat bayram günü qalıb burada. Batırası da kəsmişik. Bax, cəmaat yenə bax, millət gəlir. Dalı gəlir, hamı gedir yolu kəsməyə. Cəmaatın pulunu vermirlər. Qaçıb otururlar Bakıda ofisdə, bayram günü yeyirlər. Hələ dalı gəlir, aşağıdadır. Bax, millət, cəmaat gedir yolu kəsməyə. Dalı gəlir, hələ millətin dalı gəlir. Pulları vermirlər. Zəngilan rayonunun Cahangirбəyli kəndi. Bayram günü də hamı qalıb burada. Aş, susuz, sigaretsiz, yeməksiz. Bu millət hamısı qalıb burada. Ama hamı yolu bağlamaya gedirik. Bu nətər olacaqdı? Bax, hamını heç kim pul ala bilmir. Bayram günüdür. Prezidentin bax, imzaladığı pullar hamısı burada əskər kimləri yeyir. Hamısı deyir, qaçıb oturub yuxarıda, Bakıda. Yeyirlər, cəmaat da qalıb deyir, bax burada bayram günü millət çıxır yolu kəsməyə. Zəngilan rayonunun Cahangirбəyli kəndi. Hünər şirkəti eşsən deyirlər pulu vermir. Bu millət də çıxır indi deyir yolu kəsə, bu dağla, dərəylə. Millət hamısı gedir yolu kəsməyə.